oyunçularımla, komandamla həddindən artıq qürur duyuram. Yəni, bu pres konferensiya bununla başlamaq istəyirəm. Hesabda birinci onu dedim ki, oyuna yaxşı girə bilmədik. Bu da, yəni rəqibimiz də həddindən artıq çətin və sərt rəqibi idi. Amma buna baxmayaraq, hər an oyunda elə bir mən tərəfdən təəssürat var idi, biz tərəf və rahatçılıq var idi. Hər an heç-heçə də oyunu da çevirə bilərik. Bunu da futbolçularım elədilər. Onlar göstərdiyi bu əzmkarlıq və bu vaxta kimi Neftçiyə tənqid, irad tutulduğu o ruh ki var, hansın ki bunu qaytara bilmişik. Buna görə anlarından öpürəm, sağ olsunlar, var olsunlar. Yəni bu günləri ümumiyyətlə nəticəni və qazanılan xalq qırağa futbolçularından həddindən artıq razıyam. Bizi bəllidir ki, tək biz bu çempionatda, yəni bizim həftə sonu oynanılacaq rəqibə qarşı oynamayacaq. Ümumiyyətlə futbolçularımızı da bundan sonra buna nastroy eləyib, daha da artığını verib oyunları çıxartmalıyıq. Çünki tək meydançada görsənir oradakı mücadilələrimiz, yəni həddindən artıq baş verən proseslər bunu deyir. Yəni sağ olsunlar futbolçularım, vallahi deyirəm, həddindən artıq razıyam. Komandamdan çox razıyam. Yenə də deyirəm, bu qədər əzmkar, bu qədər ruh, hansı ki çoxdan da Neftçidə itmişdi. Yəni bunu tək mən yox, siz dəfələrlə bunu vurğulayırsınız. Var olsunlar uşaqlar. Yəni bu qədər. Yəni deyəcək bir şey yoxdur. Bilmirəm vallahi. Oyuna görə nəticəni qoydum qırağa, ona görə təbrik edirəm futbolçular. Sağ olsunlar, var olsunlar. Buyurun, zəhmət olmasa. Mümkün qədər qısa verək də sualını siz biraz uzun verirsiniz. Zəhmət olmasa. Emosional axamımız. Təşəkkür edirəm. Çox sağ olun. Samir müəllim, əvvəla baxmayaraq ki, hesab heç-heçə oldu, amma sizə təbrik eləmək istəyirəm bu gözəl oyuna görə. Tamamilə başqa bir Neftçi var idi bugün qarşımızda həqiqətən. Mən bilmirəm, siz Zirəni ciddi bir rəqib olaraq siz xüsusi hazırlaşmışdınız kimi gəldi mənə. Amma həqiqətən sizin dediklərinizlə razıyam. Tamamilə başqa bir Neftçi və eyni zamanda bir intriqa yaradan meydanda Neftçi var idi. Çoxdan da gözümüz belə futbol görmürdü. Eyni zamanda mən düşünürəm ki, sizin futbolçularla, əlavə gətirdiyiniz yeni futbolçularla işiniz də mənə elə gəlir ki, uğura doğru irəliləyir. Sualınızı həmkarlarımız da gözləyir, çünki onların sualları. Başa düşürəm. Amma bir şey var idi, qapıya zərbələriniz o qədər də dəqiq deyildi. Mən düşünürəm ki, bu istiqamətdə sizin görə biləcəyiniz bir strateji plan varmı? Yəni, ümumiyyətlə işimiz çoxdur. Özünüz də vurğulayırsınız, yeni oyuncular gətirmişik. Amma birinci danışığa başlayanda bunu həm komplement kimi qəbul edirəm, bu oyuna görə çox sağ olub. Amma digər bir dalını da tənqid kimi gətirdiniz. Mən düşünmürəm ki, tək bu oyun. Yəni, biz bu oyun sadəcə dramatik keçirdik, uduzurduq, utduq, 2 top vurduq, sonra rəqib penalti. Yəni, bəlkə buna kökləmişsiniz, amma fikirləşirəm ki, bundan öncə də oynadığımız oyunlar, yəni, bütün oyunlarda favorit biz idik, nəinki əvvəlki kimi ədimizlə, görsətdiyimiz futbolla, oyunla. Bəli, problemlərimiz var bitirici ilə, amma inşallah bunları da aradan qaldıracaq, qollar da vuracaq. Yaxşı komand, daha da yaxşı olacaq, yəni futbolçularımdan razıyam, amma o texniki məsələlər var ki, uzaqdan bitiricilik, kiminsə krossu çatmadı, yəni cinah ötürmələr, yəni bunlar, bilirsiniz necə, bunlar məşqlərlə düzələsi bir şey idisə, yəni gələn oyun söz verə bilərdim ki, kimsə vuracaq, qol olacaq, amma işləyirik bunun üzərində. Təşəkkür edirəm. Sağ olun, yenə də keçmiş olsun. Sonuncu, yəni penalti epizodunda var video görüntü olmadan yalnız şəkillə baxdı və penalti qərarı verdi. Bu Neftçiyə qarşı olunan bu mövsüm birinci, ikinci epizod oyun deyil ümumiyyətcə. Yəni, necə düşünürsünüz artıq? Düzdür, keçən mətbuat konferansda bu sualda müəyyən qədər yayındınız, amma artıq şərhlərə sığmır. Neftçiyə qarşı qərəzin... Artıq şərhlərə sığmır da, sözünüzü də kəsim. Görsənməyən vardan penal verdi, yox, penal çıxartdı. Çıxartdı studiya, referi çıxartdı. Yəni, bu günləri bizim udmağımız görsənən o idi ki, mümkünsüz bir şeydir, çıxartdı. Və maraqlısı da odur ki, bəlkə bu videolarda düşüb,
Dördüncü sudya yanımda duran adını bilmirəm. Dəfələrlə yalvardım. Dedim sənə qurban olum. Bu uşaqları mən sakitləşdirəcəm. Bir dənə o epizoddan qabaq Alesionun epizoduna da baxdır. Həmən prosesdir də, yəni ona da baxdır, xahiş edirəm. Deyir, narahat olma, deyirəm. Deyirəm, qurban olum, yanımda deyir, nə olur? Mən bilirəm, axır deyilməyəcək. Deyirəm, yanımda deyir. Deyir, bax o moment, deyirəm, yox, elə demə, nə olar? Deyirəm, Aleysən, dəfələrlə Allaha and içdi ki, vallahi demişəm. Deyirəm, okey, demişsən, gəldik burada studyanı tutdu. Deyir, Aleysi o momentinə niyə baxmadı? Deyir, onu mənə demədilər, mən o momentə baxmamışam. Burada artıq hər şey məlumdur. Vallahi sudya bizə dedi ki, Aleysionun momenti, ola bilər də fol da olmasın, ha? Ola bilər də fol dalmışsa, amma baxılmalı idi. Dedi ki, mənə heç o moment haqqında nə deyirəm, mən heç o momentə baxmamışam. Bunu referi dedi. Deməli, burada artıq biz yaxşı neftçi olacaq inşallah. Heç bir, bu sözüm sizə deyil, mən azarkeşlərə sözüm. Bundan heç kimin şübhəsi olmasın. Zaten sadəcə yaxşı neftçi olma qorxusu var çoxlarında. Və bunu inşallah mən komandamla aradan qaldıracağıq. İnşallah.